mən sizinlə razıyam, amma baxın, mənim də özümün problemidir. Çox da tez-tez rastlaşıram. Həmişə saxlaya bilmirsən. Düşünürsən ki, bu dəfə çözmüşəm. Bu dəfə bunu həll etmişəm bir hadisəni də. Və sən təzədən düşürsən həmin əhatəyə, səni ora göndərirlər. Sən düşürsən, sən baxırsan ki, yox. Mən əslində çözməmişəm. Mən çözmüşəmmiş kimi bilmişəm, Bəli. amma çözməmişəm. Mən düşünürəm ki, çözməyənə qədər mən orada qalacağam. Doğrudur. Fərqli formalarda, bəli, doğrudur. İmtahan kimi düşünsəniz, yəni elə bilin ki, hər dəfə deyirsiniz ki, tamam çözdüm, bilirəm artıq bu şeiri əzbər bilirəm də, yəni mən. Sonra gəlir mütləq test mərhələsi olmalıdır orada ki, yəni siz o testi keçəsiz ki, oyunun növbəti səviyyəsi açılsın, məsələn. İşin məntiqi budur. Çözmədikcə də eyni yerdə fırlanırıq. Fərqli situasiyalar, fərqli insanlar, amma çox zaman məsələn eyni hadisə. Tam da razıyam sizinlə. Baxın, burada belə bir incə bir nüans var. Bəzən olur ki, bizi manipulyasiya edirlər. Manipulyasiya edəndə biz öz emosiyalarımızı tam olaraq göstərə bilmirik. Bizə sonra çatır ki, bir dəqiqə mən burada konflikt var idi. Mən burada əslində bu emosiyalarımı bağladım və əslində məni manipulyasiya edirdi. Bu da insana daha sonra düşəndə, çatanda daha pis təsir göstərir. Orada bax, səni manipulyasiya edən insanla sən öz konfliktini ardını necə gətirə bilərsən? Baxın, onun üçün çox yaxşı olar ki, hər birimiz aşağı-yuxarı manipulyasiya kəlmələrini bilək. Məsələn, mən bunu çox məsləhət görürəm. Çünki məsələn, bəli, gəlir ayrıdır da belə bir. Bir növ, yəni hər kəs coach, psixoloq olmaq məcburiyyətində, amma oradan da biz görürük ki, bəli, manipulyasiya çoxdur və hətta çox zaman, yəni manipulyasiya edən də heç bilmir ki, o manipulyasiya edir. Yəni deyim ki, oturub oxuyub gəlib, yox. Sadəcə yəni bu şəkildə belə bir ünsiyyət var. Məsəl üçün siz bir şeydən çox əminsiniz, amma sizə elə bir reaksiya gəlir ki, siz deyirsiniz ki, sanki yəni özünüzdən şübhəyə düşürsüz ki, yəni bir də oturum fikirləşim. Məsəl üçün sizə deyir ki, sən də hər şeyi şişirdirsən. Məsələn, deyir, baxın, manipulyasiya sözüdür. Bu çox zaman elədir. Yəni söhbətdən yayınmaq üçün və ya ki, zaman qazanmaq üçün. Bunları adətən, nə bilim, məsələn, mən proqramlarımda ki, çox vaxt verirəm xanımlara ki, məsələn, bu cümlələr, filan cümlələr, araşdırıb da tapmaq olar. Yəni illa da deyə bilmərik ki, filan kəs filan sözü istifadə edir. Amma adətən belədir, bəli, o manipulyasiya cümlələri və bundan yayınmağın yolu da bəli, ya biz həqiqətən də bir balaca belə biraz fərqində yaşamalıyıq. Xüsusən məsələn, narsistlərdən falan bu aralar çox danışılır ki, yəni onlar çox manipulyasiya edirlər və s. Yəni sən haqlı ikən bir də baxırsan ki, haqsız durumuna düşürsən. Hətta mən keçən dəfə bir təlimə qatılmışdım Türkiyədən və türklər çox sevir sizə serial analizi verməyi. Baxmayaraq ki, mən serial baxmağı heç sevmirəm, səbəbim çatmır. Məsələn, orada mənə bir türk serialının analizini vermişlər və mən oturub belə baxmalıydım ki, oradakı o sırf bir adamı analiz edim və məsələn onun hərəkətlərinə üçüncü bir şəxs kimi baxanda mən dedim ki, vau da necə manipulyatordur da, yəni necə manipulasiya edir. Amma orada görürdünüz ki, situasiyanın içərisində hər dəfə qadın oturub fikirləşirdi ki, yəni sanki məndə də problem deyəsən. Mən onun üstünə çox getdim məsələn. Başa düşürsünüz? Çünki narsistlər bu şəkildə çox edir. Biz bunu dediyim kimi hər kəsin o qədər fərqli versiyaları var ki, məsələn necə oturub yazsaq da bitməz. Həmin anda sadəcə insan gələk kim ki çox manipulə olur, onlar adətən çox vaxtı biraz daha qurban pozisiyasına meyilli insanlar olur deyə. Yəni dərhal manipulə olur, oturur, özünü pis hiss edir. Bax biz orada bir balaca daha fərqində olmalıyıq və bunun həqiqətən inanın ki, başqa yolu yoxdur. Mən sizə gətirim kitab da verim ki, bu sözlər, o siz onu tapıb qutarana qədər işdən keçəcəksiniz. Orada sadəcə bir balaca qarşımızdakının da fərqində olmalıyıq, hadisələrin fərqində olmalıyıq. Məsələn, bir adam hər gün evə gec gəlir. Siz deyirsiniz ki, yəni bəsdir də, mən yoruldum axı səni. O da deyir ki, mən bu qədər işləyirəm, mənim haqqımdır da, məsəl üçün işdən sonra da gedim gecə saat 1-ə qədər dostlarımla gəzim. Haqqım deyil ki, deyəndə siz belə donub qalırsınız, düzdür? Və orada artıq bəli, müəyyən bir hazır cavablıq lazımdır ki, siz özünüzü ifadə edə biləsiniz, düzdür? Bax, bütün bunlar üçün yaxşıdır ki, oturub yəni insanlar gərək üzərində işləsinlər. Dediyim kimi, o qədər çox situasiya var ki, onu heç biz kitab da oxusaq yenə də çıxa bilmir. Gərək biz orada baxaq həmişə. Xüsusən də həmişə mən məsləhət görürəm ilkin zamanlarda. Deyirəm ki, üçüncü göz kimi özünüzə kənardan baxın. Sanki belə
Məsələn, belə yox da kənardan bir baxın özünüzə. Münasibətinizə Hə, istər münasibət, hardakı fikirləşirsiniz ki, sanki mən manipulə oluram. Bir kənar biri kimi baxın da, içində olanda hiss etmirik. Kənardan bir baxın görün necə görünürsüz məsələn orada. Yəni və özünüzə səmimi olun. Çünki qurbanlar çox zaman kimlər ki belə daha yəni dərhal inanır və s. onlar o qədər çox tez manipulyasiya gedir ki, sonrasında sənin onu inandırmağın belə çox çətin olur ki, bax sən orada manipulyasiyaya getdin. O deyir ki, yox, axı valla deyəsən fikirləşdim elə haqlı idi məsələn. Çox çətin olur inandırmaq. Ona görə də gələk özü görsün adam. Yəni o qədər olur ki, məsələn biz işləyirik, ilk 5 dəqiqədə belə məsələn mən artıq bilirəm bu söhbət nədir. Yəni anında deyə bilərəm, amma desəm inanın ki, o insan heç davam etməyəcək inkişafına. Mən məcbur oluram, məsələn otururam 3-4 görüş, 3-4 taxkida konsultasiya oturub gözləməliyəm ki, yəni o özü gəlsin ki, ay xanım bilirsiniz necə ki, aha, gözəl. Çünki mən desəydim qəbul etməyəcəkdi baxın. Ona görə də üçüncü bir göz kimi hardakı şübhələnirsinizə bir oturub bir analiz edin, bir soyuq başla, səmimi şəkildə. Bax, orada görəcəksiniz mütləq.